Spotify musiqi platforması yaxın zamanlarda yeni funksiyasını istifadəyə verəcək. Panzoni TV xəbər verir ki, tətbiqin istifadəçiləri artıq Apple Music, YouTube Music, Deezer, SoundCloud, Amazon Music və digər musiqi platformalarından playlistlərini birbaşa öz hesablarına köçürə biləcəklər. Bunun üçün mobil tətbiqdə Mənim Media Kitabxanam bölməsinə daxil olmaq və daha sonra isə ən aşağıda yer alan musiqi import et düyməsini sıxmaq lazım olacaq.